Mən də belə bir deməli, bu bir təklif kimi olsun. Mən çox istəyərdim ki, bu hansı ki bu günə qədər baş verən bütün hadisələri mən çox istəyərdim ki, gələcək nəslimizə çatdırmaqdan ötürü kitablarda dərc olunsun, məktəblərə verilsin. Bizim gələcək nəsillərimiz daha doğrusu maariflənsin, tanısınlar ki, bizim düşmənlərimiz kimlər olub, bizim torpaqlarımızı əslində işğal yox, oğurlayıblar ermənilər. Mən belə düşünürəm, bu mənim fikrim deyəni. Ermənilər bizim Qarabağ torpaqlarımızı, doğma torpaqlarımızı bizdən oğurlayıblar. Musiqilərimizi də oğurlayırlar. Bəli, musiqilərimizi də oğurlayıblar, mətbəximizi də oğurlayıblar təbii ki. Yəni mən istəyərdim ki, bu bizim təhsil, məktəb kitablarımıza əlavə olunsun ki, bizim gələcək nəsillərimiz tanısın, bilsin. Çünki bugün Moskva öz Kremli ilə qürrələnirsə, amma Kremli Azərbaycanlı inşa edib. Hamımız bilirik, əslən Şamaxı rayonunda anadan olmuş Əliş Soltanoğlu 1322-ci ildə anadan olub, 1367-ci ildə 1371-ci ilə qədər dəvət olunub Moskvaya və 4 il ərzində Kremli inşa eləyib və çox təəssüflər olsun ki, 1371-ci ildə onu da göz götürməməzlikdən onu da orada qətlə yetiriblər. Bunun da kökündə məhz ermənilərdir. Mən istəyərdim ki, bunlar tarixə verilsin, bunlar məktəblərə paylansın ki, bizim gələcək nəsillərimiz bilsinlər ki, bizim tariximiz xarici ölkələrdə tikilən saraylar, tarixi abidələr, villalar, Dəclə çayı üstündən keçən o körpü özü belə bizim Azərbaycan memarı Əliş Soltanoğlunun əl işləri olub hamısı. Mən bunları istəyərdim. Təşəkkür ederim.